Tək və bir olan Allahın adı ilə hər birinizi xoş gördük Cavid Abuzərli kanalında. Əziz dostlar, hər zamanki kimi bugünkü çəkilişimizin mövzusu da yenə sizə hər hansısa bir işdə kömək olmaqdır. Deməli, əziz dostlar, bugünkü mövzumuz inkubatorun beyinlərinin montajı haqqında olacaq. Hansı ki, biz 8-9 il öncə inkubator işinə başlayanda bu inkubator beyinləri bir o qədər inkişaf etməmişdi, təkmilləşməmişdi. Biz o zamanlar yalnız istifadə edirdik Türkiyənin Enda firmasına məxsus olan termostatlardan. Bu termostatlar ki, onlar yalnız temperatura nəzarət edirdi. Nəm və çevrilmə isə qalırdı əllə. Hətta elə olurdu ki, çevirməni də digər zaman relesi ilə avtomatlaşdırırdıq, lakin nəmi nəzarət edən bir idarə edici beyin yox idi. Allaha çox şükürlər olsun ki, illər ötdükcə inkubator sahəsi genişləndi. İndi ham olub inkubator satan. Ancaq inkubator və beyinləri satmağına baxmayaraq, hələ də onların montajında, proqramlaşdırılmasında bir çox əziyyət çəkən vətəndaşlarımız var. Bilirsinizmi, indi baxırlar ki, inkubator belə, inkubator elə naxadı, inkubatora aid olan müəyyən beyinləri gətirib çıxarırlar bazara, satırlar və satmaqla da bərabər müştəriyə bunu qoşma qaydasını, istifadə qaydasını izah etməkdə çətinlik çəkirlər. Öyrəniblər ki, bir neçə usta var, Cavid və digər ustaların nömrəsini hardansa götürüblər. Beyin satan yoldaşlar elə tez bazar bizim nömrələrimizi verirlər ki, bəs onlardan kömək alaraq quraşdıra bilərsiniz. Bu baxımdan, əziz dostlar, yenə mən hər zamanki kimi köməyinizdəyəm, ancaq işlə bağlı mən elə bir asudə vaxtım yoxdur ki, gün ərzində bir neçə vətəndaşımıza, müştəriyə mən inkubatorun montajı haqqında, proqramı haqqında telefonda saatlarla danışım, başa salım. Yəni, bu mənim borcum da deyil. Sadəcə olaraq insanlıq xatirinə bu videonu çəkirəm ki, bu videodan istifadə etməklə aldığınız beynin montajını edə bilərsiniz, istifadə qaydasını edə bilərsiniz. Dediyim kimi, əvvəllər tək endadan istifadə edirik. İndi şükür Allaha elə beyinlər çıxıbdır ki, kompleks şəkildə həm temperatura nəzarət edir, həm nəmə, həm çevrilməyə. İndi daha sadələşib. Məsələn, birinci növbədə XEM 18-in istifadə qaydasını və montajını sizə başa salım. Deməli, əziz dostlar, ilk öncə bunun içərisində 2 dənə datçik olur. Bu datçik, baxın, ucunda dəmir olan datçik, temperatura nəzarət edən datçikdir. Bu ucunda kapron olan datçik isə nəmə nəzarət edən datçikdir. Yəni, bunlar beyindən, inkubatorun içində hər hansısa bir temperatur, nəm qalxırsa, enirsə, bu datçiklər vasitəsilə ötürür beyinə. Deməli, bunun qoşulma qaydası. Birinci növbədə, əgər ingilis dilindən biraz anlayışınız varsa, bunun kitabını oxumaqla qoşmaq qaydasını da haradasa öyrənə bilərsiniz. Yox, əgər ingilis dilindən məlumatınız yoxdursa, o zaman belə şifahi şəkildə bizim videolardan istifadə edə bilərsiniz. Deməli, burada rəqəmlər göstərilib, əziz dostlar. Baxın, yaxından göstərim. Yuxarıdan 1, 2, 3 sıralamalar var. Bu, birinci növbədə nəm datçikini götürürük. Qırmızı olanı bağlayırıq yuxarıdan birinci cərgiyə. Birinci nömrəyə bağlayırıq qırmızı. İkinci nömrəyə bağlayırıq sarı.
3-cü nömrəyə bağlayırıq qara. 4 və 5-ə isə bağlayırıq temperaturun datçikini. 4 və ya 5-ə bağlayırıq. Yenə təkrar edirəm. Temperaturun datçikini. Belə əziz dostlar, yenə təkrar edirəm. Birinci əyağa qırmızı, ikinci əyağa sarı, üçüncü əyağa qara rənglər bağlanır. 4 ilə 5-ə temperatur bağlanır. Bizim sensorlar hazır. İndi keçirik 220 voltun girişinə və çıxışına. Burada diqqət eləsəz 13 və 14. 13-14 bizim giriş xəttimizdir. 13 və 14. Əlimizdən deyəsən qaçıb getmək istəyir. Belə, hara qaçırsan? O şey, giriş xətti 13 və 14-ə bağlandı. Sonra gəlir 15, 16, 17, 18 ta ki 24-ə kimi rəqəmlər artır. 15-də com yazılıb. Com nə deməkdir? Yəni hər hansısa bir motoru, çevirmə motorun, hər hansısa bir ventilatoru qoşmaq istəyirsinizsə, aydın məsələdir ki, tok 0 faz olur. 2 naqil olur, 0 faza. O naqilin birini bağlayırıq koma, hansı ki 15, rəqəm 15-ə. Digər əyağını bağlayırıq. Dediyim kimi, əgər motordursa motora bağlayırıq, ventilyatordursa ventilatora bağlayırıq və yaxud da ki, nə bağlayırsınızsa ona bağlayırıq. Deməli, dediyim kimi, bax, mən lampa götürmüşəm. Bu lampanı fərz eləyək ki, bizim motordur, çevirmə motoru. Deməli, əziz dostlar, çevirmə motorun hansı ki bir əyağı bağlanır 15-ə, digər əyağı isə bağlanır. 16-ya da bağlaya bilərsiniz, 17-yə də bağlaya bilərsiniz. Çünki 16 və 17 motorun sağı solu deməkdir. Bu məsələn kitabda da var.
bunun qoşulmasında biraz fərq var. Deməli, artıq istiliyi bayıra vurmaq üçün, bir balaca fan götürürük. Məsələn, temperatur qalxanda artıq istini bayıra vurmaq üçün. O ventilyatorun bir ayağını 15-ə bağlayırıq, ikinci ayağını 16-ya bağlayırıq. Baxın bu qaydada. Deməli, biz qurmuşuq proqram 37.8. Əgər temperatur 37.8-i keçərsə, 38-ə, 38.5-ə qalxarsa, o zaman həmən bu dediyim artıq temperaturu xaric edən fan işə düşür, artıq istiliyi bayıra vurur. Sonra 17-18 həmən o mən deyən motorun ayaqlarıdır ki, hansı ki sağ-soldur. Yenə təkrar edirəm. Motorun 3 çıxışı olur. Bir pasiyan olur, daimi. Bir də sağı-solu olur. Həmən o daimi olanı bağlayırıq 15-ə, sağı və solu bağlayırıq 17-18-ə. 19 isə artıq nəmlikdir. Məsələn, nəmliyi yaradan siz ora nə qoyacaqsınızsa, temmi və yaxud da ki, nəsə bir par verən aparatmı, onu da həmənki qaydada bir ayağı bağlanır 19-a, ikinci ayağı bağlanır 15-ə. Belə dostlar, deməli, artıq temperaturu bayıra vuranı izah etdim. Çevirmə motoru izah etdim. Nəmliyi izah etdim. İndi isə keçirik temperaturu verən istilik. Temperatur isə bağlanır 21, 22, 23 və 24-ə. Burada artıq ayağın birini 15-ə bağlamaya ehtiyac yoxdur. Elə 2 ayaq gəlirsə, onun əgər tendirsə qızdırıcı bir ayağı 22-yə bağlanır, bir ayağı 21-ə bağlanır. Yox, əgər ikinci bir tenimiz varsa, onun da bir ayağı 23-ə bağlanır, bir ayağı 24-ə bağlanır. Belə dostlar, bizim montajımız hazırdır. İndi toka qoşaq. Nə dərəcədə düzgün yığmışıqsa, onu sizə göstərək. Deməli, əziz dostlar, burada fikir verin, temperatur tərəfdə 0 yazdı. Bu o deməkdir ki, datsik beyni görə bilmir. O zaman bunun qoşulmasında fərq var. Ola bilər ki, kabelin qabığını yaxşı soymamışıq, arasında kabelin qabığı qalanda kontaktı da düz vermir. İndi baxaq. Qabığını biraz soyaq. Fikir versiniz, o kontaktı görmədiyinə görə də siqnal verir. Aha. Gördünüzmü? Rəqəmlər də göstərdi. Amma bayaqları 0 yazmışdı. Rəqəmlər göstərdiyinə görə temperaturu da qoşdu. Bu artıq səsin də eləməyinə səbəb temperaturun normadan, yəni qurulmuş proqramdan az olduğunu göstərir. Gördünüzmü əziz dostlar? Bu bizim fərz edək ki, istilik verən tendir. İstilik verən tenə gedən tokdur. Bayaq sensorda bir balaca kontakt görmədiyinə görə sensor nə burada rəqəmlər var idi, nə də bura komanda verirdi. Belə əziz dostlar, montajını da izah etdim. Başqa nəsə yadımızdan çıxarsa, yenə də buyurub müraciət edə bilərsiniz.
Amma dediyim kimi, zəng xahiş edirəm, zənglərlə narahat eləməyin. Sadəcə olaraq nə sualınız varsa şərh bölməsində yazın. Şərh bölməsində olan suallarınıza da çalışıb video vasitəsilə cavablandırarıq. Belə əziz dostlar, Allah amanında növbəti çəkişlərə qədər.